yalan olur. Velo, kız ne hallerdesin? Yerlerdesin aşkım. Hiss elədiniz uşaqlar, elə biz ona da cadu eləyiblər. Ay. Şəhla çox sağ ol. Ona bak bicri, özü kim sevgilisi var demir. Bizden söz alır ki sevgilim var falan filan. Falan şeyim var, besmər şeyim var. Bir dəfə də sən də, bir dəfə də sən də. Canlıdan qıraqda nələr eləyirsən. Bir dəfə də sən də. Bir dəfə də sən də. De yoxdur, hə. Bir dəfə də sən də. Sigaret çəkirsən, hə, sigaret çəkirəm. Nə olub ki? Çəkmək olmaz, icazə yoxdur. Deyirəm bu həyatda onun bunun babalın yuduğunuz qədər kaş evdə paltarlarınızı yuyardınız. Bəzi iyilənmiş qadınlar. Kaş ərinizin o iyili zadlarını yuyardınız. Qırışmış koftalarını yuyardınız. O bizim bir dənə qonşumuz var idi. 30 ilin arvadı idi o iyilənmiş halıyla. And ol Allaha. Ərini camaat qıraqdan tərinin iyindən tanıyırdı. Səni kimlər dilə gedib arvad olurlar. Mən bir belə yanıram, bir də belə yanıram. Vallah billah tövbə. Kaş onun bunun babalın yuduğunuz qədər qablarınızı, evinizi, eşiyinizi yuyardınız. Başınız elə qalıb atıb əriniz sizi evdə o pəncərədən onu bunu güdə-güdə. Unbelievable. Sigaret çəkirsən, su içirəm burada mən, qaşqaldaq. Burada biri bayaqdan oğlan adı yazır. Orxan, Paşayev, nəşədən, hangi? Ay qız, mən onu bunu kimi gedib şkafın altında, stolun altında iş görmürəm. Az, yellos. Mən nə var canlıdayam. Nədir odur? Başa düşdünüz? Məndə üzdədir. Mən şkafın altında gizlənmirəm. Yaxşı, nə də gedib onun bunun ağzını yummaq üçün qırqızıl nəsə almıram ki, poxlarım açılmasın. Ağzını cıraram, fake hesab. Verərəm əlivin ovucuna, o ovucundakilarla da doğğa pişirib yedizdirərəm sənə. Yaxşı, yalaq. Bas bayraz buradan sunkotdan qaşqaldaq. Çıxçaraz buradan, hafif dağa tutan. Bas bayra. Beyquş. Vızqırdaz buradan, hamam suyuyla özünə dost tutan qaşqaldaqlar. Fake-lə basınaz buradan bayra. Qıdırmışlar, qızmışlar. İldırım vurmuşlar. Ləyənə dönüblər, bədbəxtlər. Allah ki, mən artıq yazanlara ərlərindən başqa ildırım, ərlərindən başqa hamı salam verib də. Basaz bayra buradan. Cüllüt. Yo, kasıb geyinib keçinəndə bəhbədir. Yazıqlara gəlin yazın, əxlaqsız, tərbiyəsiz. Varlı geyinib keçinəndə sabrimenlidir. Sən elə boş başvan da olsun. Varlı çəkəndə dərddən çəkir, kasıb çəkəndə pozğunçuluğundan çəkir. Dur, çıxçəlaz buradan. Vedrə. Конечно, düz danışıram. Düz danışmaq heç kəsə xoş deyil bu həyatda. Bəzi insanlara sərf eləmir. Qızıldı, bəli canım. Eşref bugün mənə evlənmə təklif elədi. Dedi, təklif ediyorum, benimlə evlənir misin? Ləman, Şəhla nə olub? Oxuya bilmədim. Bir dənə Şəhla girdi bunların gözünə. Oca fake-lə gəldilər. Ləman, sallallahu, hə, nə, gördü burada, füsü, tutuşdu, atışdı, hə. Füsü, tutuşdu, hə. Ətəkləri tutuşdu. Hə. Aleykümselam. Tırnaqlarım necədir bu arada? Arıqlamısan, arıq yaxşıdır. İyi verirsən, iynəmisən, nə bilirsən? Belə iyi verirəm.
Mənə xoş. İy vermirəm, mənə xoş. Ay dipçə yarımçıq qalmış. Sənə nə var? Sənə nə var qaloş? Hə? Sənə nə var? Ləlün. Qızlar, mənim canlımı paylaşıb beni sev atın. Bugündən sonra canlılardayım. 24 saat səhifəm düzəlməlidir. Əgər canlılarda aktiv oturmağımı istəyirsinizsə, mənim poddelkalarımı görmək istəmirsinizsə ki, mən tüfürürəm, bəziləri yalayır. Mənim yerişimi yeriyə bilərlər, mənim ayaqqabımı geyinə bilərlər, amma mən ola bilməzlər. O heç orası elədir. Mən sevinirəm ki, çox adam məni yamsılayır və bu TikTokda mən olmaq istəyir. Ona görə də bundan sonra ekranlarımı tıklayın, canlımın əvvəlki aktivliyini də qaytarın. Biri var orijinala baxasınız, bir də var fake'lərə baxasınız. Yazılar çox tez gedir. Şahlana yazısı oxuya bilmirəm aşkım. Bir də gülməyi görürəm orada. Payda da var. Allah. Ged 2019'da Leman ekran kayıtlarına bax. Lemandan sonraki gələnlərin ekran kayıtlarına da bax. Gör, mənim sözlərim orada təkrarlanır, yoxsa yox. Sonra gəlib burada yazarsan. Payda da vay, vayda da vay. TikTok'un elə 70% özüm məni kim aparır. Bunu məni qədimidən izləyənlər bilir. 2019'da. Mən bura hədiyyəyə görə gələn yayıncılardan deyiləm. Heç burada hədiyyə yox idi, mən var idim. And ola Allaha. Səhər açırdım, axşam bağlayırdım. Səhər açırdım, axşam bağlayırdım. Heç hədiyyə falan yox idi burada. Tövbə. Heç hədiyyə yox idi. O isti zindana and olsun. Bir dənə hədiyyə yox idi. Əgər mən bu canlı açanda hədiyyə olubsa bu TikTokda, Allah mənə bəlan versin. Təşəkkürlər, çox sağ olun. Vallahi olmayıb. Mənə deyirsiniz, bəzilərinə baxıb yemək yeyirsən. Quran and olsun, mən bu TikTokda ən birinci mən açıb yemək yemişəm. Mən yemək canlılar eləmişəm, makaron falan pişirmişəm, onu eləmişəm, bunu eləmişəm. Demirəm ha, kimsə yemək yeyirsə mənə baxıb eləyir. Yox, siz mənə burada deyirsiniz, sən baxıb kimlərəsə hərəkət edirsən. Xeyr. Ola bilər yeni gələnlər bilmir, köhnə izləyicilər bilir. Mən burada heç kəsdən baxıb nəsə götürən adam deyiləm. Mənim elə özümün öz potensialım bəsdir. Qoluma nə olub? Qolum qaşıdım qızardı. O məndə olur, ətim pisdir. Aylin evdədir. Mən Aylin'i canlı yayıma qoymuram. Çünki ekrana TikTok icazə vermir. Gərək qeydiyyatdan keçim ki, uşaq buraxım. 13 yaşından aşağı uşaqlara icazə yoxdur. Sırğamı səhər etiketləyərəm səhifəm. 2019'dan buradayım. 2019 təzə girəndə, paşdı 2018'dən. Beni sev atıb canlının paylaşın da. Az dırnağımı dəyiş. O yuxarıdan yazan kimsənsə, sənə nə dəxli var mənim dırnağım necədir? Nə olub ki mənim dırnağıma? Bu il bu dəbdədir. Bunun geyimləri də çıxıb. Nəyini dəyişim? Yo, qəşəngdir. Yo, qəşəngdir. Qəşəngdir, yo. Canlıda kobud görsənir. Həyatda çox qəşəngdir. Ola bilər canlı biraz pis göstərir. Yəqin Şəhladır yazan. Çünki yazdı orada, başa düşmədim. Qəşəngdir. Qız bürcüsən? Yox. Qaz bürcüyəm mən ömrüm. Mən qaz bürcüyəm. Mən insanları özüm kimi bilən bir bürcəm. Mən qıraqdan bic görsənən, çox bilmiş görsənən, əslində heç nə bilməyən bir insanam. Mən lomam. Telefonda danışanda səsi yazdırılan, elə bütün günü danışan, telefona ad boy verəndən sonra mən heç nə qarşı tərəf heç nə danışmadı ki, mən lox kimi ancaq elə mən danışdım olan insanlardanam. Yəni, bildiyiniz lom bir insan. Qız bürcü və üstə gələk qaz bürcü. Vallahi. Kopya, bəli, mən oyam. Hamını bəzər, özü lüt gəzər. Quran haqqı, əlimin duzu yoxdur bacı. Hamı sən deyənə gəlir, dinmə. Boş ver, Şəhloş. Sən də pis deyilsən, Şəhla. Üzüyvə baxaq, bax.
Bu həyatda bir nəyi dərk elədim. İnsanlar düşənin yox, qalxanın yanında olur. Valla şıntır ol, əxlaqsız ol, ədəbsiz ol, kim olursan ol. Bu olsun, bir də daydayın olsun. Sənin yanında necə insanlar istəsən olacaq. Düz ol, namuslu ol, qiriyyətli ol, amma aşağı ol, sənin yanında heç kəs olmayacaq. Mən bir müddət canlaşmadım, bir müddət buradan uzaqlaşdım. Mən dostumu da, ətrafımı da, çörək verdiklərimi də, qapımı açdıqlarımı da, ondan sonra çörək verdiklərimi də, cibinə pul qoyduqlarımı da, pis günlərində yanında olduqlarımı da, rüsvay olub biabır olanda hamının linçlədiyi bəzi insanların yanında mən olduqlarımı da mən gördüm. Mən həqiqətən də bu mənə çox böyük dərs oldu. Və mən aynada oturdum, özümə kişi qızı kimi söz verdim ki, mən sildiyim insanlarla heç vaxt əsla nə salam kəsərəm, nə sağ ol kəsərəm. Deməli, mən özümə hörmət eləmərəm. Vallahi. And ol Allaha. Qurana and olsun. Mən bacardığım qədər bu həyatda hər kəsə yaxşı olmuşam. Düzdür, ola bilər dilim acıdır haqsızlığa görə. Amma insanlar çox nankördülər əksəriyyəti. Çox. Bax, bu halal yeyilən bərəkət and olsun. Çox. Düz adamın qabağına nankör çıxır, nankorun qabağına düz çıxır. Süpürgə eləyin saçlarınızı ərrərvizə. Süpürgə eləyin. Qap şampunundan başqa heç nə istəməyin. Bir dənə xonçalıqdan gələn cındır paltarda ömrü boyu yatın durun ki, ərim ev tikir, ərim nəsə eləyir, ərim ağ günə çıxsın, ondan sonra özümə paltar alaram. Elə qadınların bəxti olsa, gəlin mənim ağzıma poxu yığın siz. Harda çöldə qalmış, harda özünə hörmət eləməyən, harda ərini boynuzlayan, harda sevgilisini boynuzlayan, harda ərini onun bunun yanında başını aşağı salan, harda özünə hörmət eləməyən, harda özünü belə bivec aparan insanlar var. O insanların bu həyatda bax, bəxti gətirəcək. Bu sözü mən sizə burada deyirəm, yazıram da bura. Ərvizə saçınızı süpürgə eləyəsəz, bəxtiniz olsa gəlin mənim üzümə tüpürün. And ol Allaha olmayacaq bəxtiniz. Ona görə də ağlınız var, özünüzə baxın, özünüzə gün ağlayın, yeməyinizə, içməyinizə, bəzənməyinizə, düzənməyinizə. And ol Allaha. Küçədə qalmışların bəxti yaxşıdır, çim sizin. Həyat belədir və bunu tələb edir. Ər evdə deyir, saçını kəstirmə, sən mənə belə qəşəngsən, dırnaq qoydurma, sən mənə belə yaxşısan, filan şey eləmə, sən mənə belə yaxşısan, amma çölə çıxanda ağzının suyu axır düz ayağına qədər. Ağzının suyu axır düz ayağına qədər. Ağzının suyu axır. Hə, qadın özünə baxan kimi də başlayırlar. Ucu qadını motivasiyadan salmağa. Gör ki, indi pis görsənir də, başa düşdün. Çöldəkilər var axı, çöldəkilər var. Nə? Bəzi qaynanalar köpəkdir, köpək, sırğası, dodağının qırmızısı, köpək arvaddır, bir ayağı yordadır, bir ayağı yoldadır, paltarı, qırı qızılı, belə bir çıxmasın, şarımı yerində, amma gəlinə çatanda deyir, cavan gəlinsən, bu nədir bəzənmirsən, cavan gəlinsən, bu nədir geyinmirsən, cavan gəlinsən, biz qurumsaq, qoca kaftarsan, bu nədir geyinib keçirmirsən, o cavan da geyinib keçirmək istəyirdi, qurumsaq, ay qurumsaq. Qısqanır da, Ay Özgəm yavaş-yavaş çəkilə. Yapacağım şükür, elhamdülillah. Yavaş-yavaş yaxşı oluram. Yaxşı olacaq. Yox, ürəyim öz saçımda. Kişi deyəndə ki, bəzi kişilərdə kişilik qalıb ki. Qadınlar var ki, kişi axtarır ki, başını qoysun çiyninə, desin arxamda ayağım var. İndi qadınlar bəzi kişilər arxada ayağı durur.
Atır aşağı. Bilmirsən qadın hansıdır, iki şansıdır. Aleykümselam. Hadi. Evlənirsən, evlənmirəm, ərə gedirəm. Qadın ərə gedir, kişi evlənir ömrüm. Restoran danışmışam. Toyum olanda sizi də çağıracağım. Bəs siz də səni bilirik də. Nəyimi bilirsən? Sənin başın girişir deyəsən. Niyə başım girişir ki? Düz deyirəm də. Bəzi kişilər də Alfons taşıma gedir. Səhv deyirəm, denə səhv deyirsən. Başım niyə girişir ki? Bu dəqiqə bəzi oğlanlar qız alır, gedir qızın evində yaşayır. Bəzi oğlanlar buna görə öz sevdiyi illərlə istədiyi qızları da atırlar. Ana gedir kiminsə fərli bir yerdən qızın tapır alır. Yox, öz saçımdır. Niyə səhv danışıram? Başım niyə girişir ki? Düz deyirəm də. Başım girişsən ağayrasın. Düşük. Yox aşkım, bunlar qızıl deyil, bunlar müşteriyadır. Az bu boyda qızıla mən pul verə bilərəm ömrüm. Gör neçə kilodur bu. Uğurə dediyi ki, başın girişir, düz deyirəm də. Mən demirəm ki, hamısı. Bəzi sözü nə deməkdir? Məktəb oxumamısan? Bəzi kişilər var ki, qadınlar olaraq bilmirsən kişi kimdir, qadın kimdir. Qadın kişi axtarır ki, çiyinin qoysun, desin, mənim arxam var, dayağım var. İndi bəzən şəxsən elə deyil, çoxsunda elə deyil. Naratovun sənin haqqında tədbir görür. Düşüyüb, bas bayıra buradan. Git işinlə məşğul. Bunu atda səs sizə bu qaşqaldağı tədbir görüləcək mənim haqqımda. Git girişinlə məşğul ol, hə. Düşük. Özünə hörmət eləməyən. Göynədi nə deyəsən? Bu deyəsən Alfonsun atası deyil. Özünə hörmət eləməyən. Qızlar canlını paylaşın ömrü. Neçə dənə qadınlar çıxdı verişdə ağladı. Deyin ki, Ləman düz deyirsən. O kişiyə kişi demək olar. Çıxdı ağladı ki, mən aliment istəyirəm. O necə kişi də çıxdı dedi ki, mən dəyimdə tatlı istəyirəm. Dəyimdə tatlı tutalım. Hə, necə kişidir o? Bir də mən sən sual verəm, cavab ver. Yanlarında yatızdırırlar illərlə. Aliment pul istəyənə deyinti testi istəyirəm. Elə bir dünya var. Cehizliyi gələndə gətirmirsən ki. Cehizliyi gələndə gətirmirsən ki. Qaş qaldıq. Ümumiyyətlə, Allah bütün qadınlara ruzu versin. Kişinin puluna ehtiyacınız olmasın, heç alimentinə də ehtiyacınız olmasın. Allah heç sizə o 200, 150 manat, 170 manat, 200 manat, heç onu da möhtac qoymasın. Valla. Mən şəxsən aliment almıram. Şükür Allaha möhtac da deyiləm. Allahıma min şükürlər olsun. Rəbbimə şükürlər olsun ki, heç möhtac da deyiləm. Ala bilərəm, almıram. İstəmirəm. Heç möhtac belə deyiləm. Heç möhtac da eləməsin Allah məni. Yazılar çox tez gedir. Görmürəm heç atı. Təşəkkürlər yetim. Cibabombes yetim. Sevgilim, Ləman sevgilimlə nə? Niyə atdın o səsi? Oxuya bilmədim. Nə yazmışdı o yetim?
Allah sizi islah eləsin. Şükür Allaha klubda oturmamışam. Dırmaşmıram divarlara, daşlara. Şükür Allaha gecə qadın xeylağıyam evimdə oturmuşam. Allah məni islah nöş eləyir. Elə səni kimsin islah eləsin. Qucaqlarda qısıl verməkdən öldün day. Divana kresloya həsrət qalmısan. Münəccim, nərdivan, aş süzən, vedrə, qaloş, az. Ay qaloş, ay durba, ay buradan baxanda ora görsənən. Aş süzəm, kapron qalğıtqıya oxşayırsan, Məni nöş islah eləyir. Oturmuşam evimdə eşiyimdə. Canlımı açmışam. Neynirəm? Küçələrdəyəm. Hardayam? Şükür Allaha klubda deyirəm, diskotekada deyirəm, küçələrdə deyirəm. Hardayam? Küçə həyatı yaşamıram. Beyquş. İslah eləsin. İslah sən eləsin. Məni nöş eləyir. Az küçədə qalmış. Qapları rəngin yaddan çıxardanlar deyə. Allah səni islah eləsin. Allah səni islah eləsin. Mənə çatanda qiryətə gəlirlər. Papaqların götürüb otururlar canlımda. Allah səni islah eləsin. Beyquş. Salam, salam. Yaxşıyam, siz necəsiniz? Cansan, teşekkürler. Yuxarıdan mənə WhatsApp'dan yazırsınız qızlar. Mənə başqa söhbətlər yazmayın. Mənə maraqlı deyil başqalardan həyatı. Mən elə şeylərə qarışmıram. WhatsApp'da yazmayın. Əsəbləşirəm. Çıxıb buradan atacağım bloka. Yaxşıyam. Blender soya oxşayırsan. Yaxşı eləyirəm. Tixalastoy. Necə məsləhətdir? Aleyküm əssalam. Bu içib, içmişəm. Nə olub, olmaz, icazə vermirsən? Aylin yatdı bəri. Dırnağım pisdir. Niyə pisdir ki? Arası pisdir, dırnaqdır da. Olmamaqdan ki, yaxşıdır. Olmayan dırnaqdan 1000 dəfə yaxşıdır, valla. Siz də bir qəribəsiz, Quran oldu. Heç də bəyəndirə bilmirəm sizə. Dırnaqdır da. Səliqəli görsəndi, bəsdir. Aleyküm əssalam. Valla mənim çox xoşuma gəldi, çox da bəyəndim. Niyə bəyənmədiniz? Başqa usta eləyib. Lamoş, gedəcəksən istirahətə. Hə, aşkım, gedəcəm istirahətə. Amerikaya uçuram. Evli kişi ilə görüşürsən? Bəli, atonla görüşürəm. Evli kişi sənin atondur. Anamı boşayıb mənə alacaq. Demə, xətrinə dəyər. Qızlar, canım paylaşın da. Rəbbim qorusun. Çox sağ ol. Bu il bu dəbdə axı. Ona görə belə elədim. Belə qarmoşqa dəbdir. Durnaqların kosmosu uçur. Allah canlı da elə görsənir. Həyatda elə deyil. Canlı da ki. Ay Allah. Nə qədər yanan var ay qız əlimdən. Ay Allah. Ay Allah. Ay Allah. Ay Allah. Turba başında oturanlara bax. Ay Allah. Ay Allah. Pis oluram. Kövrəlirəm. Ay Allah. Bu yiyəsizlər məni məndən alır. Ay Allah. Ay Allah. Bu yiyəsizlər məni məndən alır. Bu kol dibindən çıxanlar. Rəbbim. Rəbbim. Ay Allah. Bu qonşuya oxşayanlar məni öldürür.
Aa, yaxşıyam, siz necəsiz? Artıq ezanlara aiddir, bəli. Qonşuya. Mən qələt eləyərəm, cəmaatı təhqir eləyərəm. Mən kiməm ki, cəmaatı təhqir eləyim? Təhqir eləyənlərin cavabını verirəm. Ömrüm. Ömrüm, 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 yalan dünyada neler gördüm. Şahalar canlım, şu saat neçədir ömrüm? Canlım yavaş-yavaş düzəlməyə doğru gedir. Kızlar canlımı tıklayın, bir dənə paylaşın da. Tık tık tık. Paylaşmanızı çok sağ olun. 1K paylaşın. Öpürəm sizi. İzləyicin azalıb təmiz. İzləyicim azalmayıb. Çox da normaldır. Mən 6-7 ayda normal canlı açmıram. Sən mən 1 ay normal canlı açım, sən mənim canlıma baxarsın. Sən mənim yerimə narahat olma aşkım. Git işinlə məşğul ol. Azalıb, çoxalıb, azdır, çoxdur, o mənə xoşdur. Sən dur bas bayıra burada. Fake hesabla gəlib ağzının zadını dağıtma burada. Yeri. Bunu sayan da yoxdur. Mən riyaziyyat deyiləm, rəqəm deyiləm məni saysınlar ömrüm. Mən insanam. Əsas odur sən sayırsan. Gəlib çatımda da yazırsan. Böyük bir şərəf. Bir ara səsin təmiz batmışdı. İndi nə oldu? Səsin təmiz Açdırdım da səsimi. Nəyə xoşuna gəlmədi? Sənə nə mane olur? Aton evində oturub canlı açıram. Ya qardaşım məni bəyənir. Ərim məni bəyənir deyəsən. Mən canlı açanda sənin üzvə tüpürmür. Yaman yandın, yaxıldın mən canlı açanda. Nə olub ömrüm? Nə olub? Bir ara səsim batmışdı deyəsən. Açdırdım da səsimi ömrüm. Temudan zakas verdim, səs gəldi. Az hə, nişan üzüyüdü, hə. Doludur itin itılxısı köpək sürüsü. İndi üzüyü taxmayaq ki, nişan üzüyüdü. Qız Allah hətivi töysün sənin. Çox sağ olun. Beni sev atın uşaqlar. Sırğan qızıldı. Hə, qızıldı. Qızıldı ömrüm. İtalyan qızılıdı. Teşekkürler. Qızıldı. İtalyan iski. Mübarəkdir. Çox sağ ol canım mənim. O nə deməkdir? Yavaş-yavaş alergiyam düzəlir. Nikoya bax, mən necə söz soxur, göyündə öz aləmində deyir. Temudan sifariş verdiyin deyir, şeylərindir. Yanasan səni Niko. Çox bicəsən ha, çox bicək oğlansan sən, çox. Az görmədin gələn kimi, canım, elə bildi demişəm canlıda qızıldı, deyir. Temudan gələn kimi, Temudan verdiyin qırqızıllarındır. Əleyküm əssalam. Şampun satırsa. Axam 10 dəfə yazmayın da. Takip atanlar öpürəm sizi uşaqlar. Takip atmayanlar məni takip atsın. Bir də canlımı başqasına söz soxurdu. Başqasına həqiqi elə bilim mənə deyir. Deyirəm oxum mənə nə iş? Kimə? Hə, deyəsən.
Moddan düşmüsən. Ay Allah, ay Allah. Elə pis oluram bu sözü deyəndə. Az qalıram belə özümə soxum girim xəstəxanaya. Elə pis bu söz məni çökdürür də. Elə pis oluram, elə pis oluram. İnansan elə pis oluram. Elə pis oluram inansan. Bir dəqiqə dəhşət pis oluram da. Üstü basbayır az burada. Basbayır. Elə pis oluram həqiqətən. Çox pisəm. Qızıl deyil ay uşaqlar. Bujiteriyalar. Nə olub bujiteriya taxmırsınız? Nə olub? Bu qızıllar, bu qızıllar, bu qızıllardır ki, qızıl tağı. Bu bujiteriya taxmırsan, nə olub az? Yo, vermir. Nə olub Naz? Aleykümselam Gürcistanlı. Yox, nə olub? Bujiteriya taxmırsınız? Elə hamısı 100 minlik qızıl taxır. Bay. Bay. Nə olub az heç qızıl durur orada taxmıram Allah and olsun. Nə olub az? Cəmaatın nətərdə qızıla marağı var? Qızıla marağımız var. Valla mənim qızıla marağım yoxdur. Adamlar var ki, evdə qızıllar var, heç taxmır. Quran and olsun. Elə 7-24 bujiteriya taxırlar. Nə olub? Görməmişdilər. Tövbə qızıl deyil, bujiteriyadır, özüm almışam. Bir yer var, rəngləri getmir, çox qəşəngdir. Oradan aldım, səhifəni tağ eləyəcəyəm. İnsanı insan edən qızıl deyil, insanı insan edən. Yox, qızıl olsa da pis olmaz. İndi qızıl deyil də bacı. Bunun qızılını istəyərəm bax bunun. Bir də bunu. Sevirəm bu üzükləri. Amma bahadır ya aşkım. 10 mindir bunun qızılı. Biri də qiymət qoyurlar can dolu Allaha. Allah hamımıza qismət eləsin qızlar. Başda da mən. Bahadır ömrüm. Elə qiymət qoyurlar ki, bahadır. Elə də yazır ki, Eşref alsın ki, bunun sevgilisi hər gün buna qırqızıl taxır. Eşref nədir? Bank müdürüdür. Can güzelimdir. Olmayan Eşref. Ay Allah, nə bilirsən? Varın yoxun nə bilirsən vardı yoxdur. Bax xanım yazmısan olmayan Eşref. Belə yaz mənim elə olmayan oğlumun elə nə bilim nəyinə. Prosta nə bilirsən yoxdur yazmısan olmayan. Olmayan. Niyə oturaq canlıda oturaq qucağında? Toy haçandır. Sən bacı baçan alacaqlar, mənə də orada onu da alacaqlar qaqa. Eşref səndən maksimum 2 gün fırlanar. Uca 1 il 2 aydır canım. İki gün oteldə. Yəqin sən otellərə gedəndə çox rastlaşmışıq səndən. Otel prostinası sən olarsan ancaq. Düşük. Özünü hörmət eləməyə. Fake-lə yanır. Başına. Düz oxudum deyə orada biri dayanmadan eyni söz yazır. 2 günlük nə bilim. İnanmıram səni kimsə ala. İnanmırsan Allah canını sağ eləsin. Həyatda elə inanmadığımız şeylər olur həmişə. Ləman gəl dırnağımı eləyim də. Sağ ol aşkım. Bu dırnağımdakı nədir? Divan kreslo dömrüm. Niyə bala cəmaat 1000 dənə pox yeyir, heç ona yazmırsınız ağzınıza gələni.
Falan şey olsun, bəsmə şey olsun. Mən çıxdım canlıda düzün danışdım deyə. Buna tədbir dölülmə. Nə olub? Nə olub? Kasıbın daşı ağır olur. Nə olub? Aleykümselam. Ay burada elə şeylər yazma Səbiş xanım. Ayıbdır. Biz belə pis çıxmasın. Düşmənçilik eləyəndə də mərd eləyirik. Cındırısko eləmirik. Biz insanları nəyinənsə vurmuruq. Bizə maraqlı da deyil. O qədər səviyyəsiz də deyilik. Mənim çatımda elə şeylər yazmayın. Kim nədir özünə, mənə maraqlı deyil. Ömrü boyu falan kəsin paxıllığın çəkə-çəkə qalmısan. Çox sağ ol, minnətdaram. Düşüncəvə görə hörmət edirəm sənə. Hər an bir fikir var, indi bas bayram. Paxıllıq olmasa o qədər gözəl belə qadınlar var ki, canlı açmırlar, ay yazıq. Heç canlı açmırlar, real həyatlarını göstərmirlər. Elə gözəl həyat yaşayırlar. Valla sən onun yaşadığı həyatın bəlkə heç bir hava oksigenin görməmsən. Külü qoyum sənin başına. Boyvu yerə soxum sənin mən. Soxum sənin boyvu yerə. Ay yazıq. Canlı açmayan, həyatını göstərməyən, o qədər gözəl yaşayan qadınlar var ki, görkəmi gözəl, özü gözəl, ailəsi gözəl. Ay beyquş, ay həyatı TikTokdan ibarət görən boyvu yerə soxum sənin. Küs sən başına. Paxıllıq eləyirsən filan kəslərə. Niyə paxıllıq eləyim mən filan kəslərə? Paxıllıq elnası nə var? Bir dənə ortalıqda yaz canlıda, mən də deyim, hə düz deyirsən. Ki sən başına. O bu mənə paxıllıq eləyir. Mən kimə paxıllıq eləyəcəm? Öz boyu bir yerə soxum. Ölmür də. Ay Allah, mənim çatımda başqa yayıncıların adını yazsaz vızqırdacaqsınız bloka. Bu ad yazanlara aiddir, hamıya yox. Mənə maraqlı deyil başqalar aşkım. Mən öz canlımdayam, öz səhifəmdəyəm. Mənə başqaları maraqlı deyil. Kim nədir özünə, kim kimdir özünə. Kızlar canlımı paylaşın zəhmət olmasa. Dırnağıma nə olub? Yara olub. Yaman filan kəs at bloka. Dəymə. Danışıb gedəcək. Boş ver. Ömrüm, ömrüm, ömrüm. Üzümüz mazal olacaq, gözümüz mazal olacaq üzüyü görməkdən. Git sən də al da aşkım. Elə bahalı bir şey deyil. 10 mindir. Bəli, öz saçımdır. Fikir vermə boş mənasız insanlara. Əş boş ver. Sən can, bu nə üzüydü? Aşkım, sən bu bəyənmədiyin üzüyü 10 mindir, Quran and olsun. Həmişə bahalı şeylər görkəmsiz olur. Niyə belədir? Salam.
10 qəpik vermərəm. Gərək ola ki, verəsən də aşkım. Həqiqətən elədi, hə. Bugün Nasbəri oxşuyorsunuz. Hə, sırğalardan vapşey. Ayda sep taxmaq nə yaxşıdır. Adamın stresini atır. Əlinlə belə-belə eləyirsən. Belə çox pullusansa nə ömrüm? Belə çox pullusansa nə bacı? Çox kobud üzüydü. Elə, hə, məncə də kobuddu aşkım. Kobud üzüydən bütün qadınlara qismət olsun. Bax, deyirsən kobuddur, düzdür. Elə bir sevgilim bu 10 minli yüzüydən aldı, gətirdi, verdi sənə. Deyirsən kobuddur, qaytarassan. Çox maraqlıdır prosto. Prosto səndən bir fikrimi soruşmaq istəyirəm. Nə deyirsən? Deyirsən kobuddur, qaytardalar. Elə deyirsən. Vallah 10 min değil bunlar. Tövbe 10 mindir. 10 mindir, 8 mindir, 8500'dür, 7 min arasıdır aşkım. Bir de burada bilenler bilir de. Burada canlıda bilenler bilir. Alanlar varsa, qiymətin bilenler varsa bilir. Kızlar neçədir bunların orijinalının qiyməti? Allah haqqı elədir. Tövbə elə. Qız zarafat eləmirəm. Elə bilirlər yalan deyirəm. Quran haqqı düz deyirəm ay bacı. Allah haqqı bahadır qızlar. Deyə yazırlar. Tövbə bahadır. İnanmırlar. Quran haqqı yalan deyim. Nəyə yalan deyim ki? Deyə yazılır, düz deyir. Qız brilyantdır dana. Az laf olsun 6500 az puldur. Puldur, bahat da yenə də. İndi olublar təzə çıxanda 10 min idi, sonra düşdü 8, sonra düşdü 7, indi yəqin 6-5'ə düşüb da. Hə, bahalıdır. Papan yesin paxlava. Neçəyə almırsan? O boyda brilyant. Ay qız deyirəm elət dana. Get vur internetə ala. Şəklini çək vur internetə bax. Gör bu üzüklər neçədir. Get vur bax. Adi bu var ya qızlar, bunun şeyi nədir? Bunlar da bahadır. 6000'dir. 5500'dür neçədir? Adiyə az dəssiz tək qiymətləri. Hə, bahadır, Quran and olsun. Od qiymətindən satırlar. Nə qarım mən? Rolex Hermes, hə. Bu qızıl deyil, bu frastoydu. Qızlar, mənim canlımı bəyənin, zəhmət olmasa bir də takip edin. Rolexlər bahadır, hə. Bunlar da bahadır. Vallahi bunların qiyməti çox bahadır qızlar. Müşteriyədə belə qızıl olur. Bu boyda qızıla mənim pulum var, ay bacı. Sərət kampda. Dilan Polad'ın üzüyünə bənzəyir. Hə, Dilan Polad'da da var da. Eynən flankəsin üzüyündən. Bunda təkcə flankəsdə yoxdur, çoxunda var. Bu üzüydən çox qadınlarda görmüşəm mən. Hamı alır da, bütün qadınlar ala bilər. O nə deməkdir ki, yazırsan flankəsin üzüyündən. Bəyən bir dənə flankəsdən ibarətdir həyat. Çox qadınlarda var bu. Ay bala, siz TikTok'da elə bilirsiniz ki, TikTok, həyat TikTok'dan ibarətdir. O qədər TikTok'dan qıraqda qadınlar var ki, Qurana and olsun. Hələ bu çıxan kimi qaçır alır, taxır barmağına.
Ondandır. Bütün qadınlar istəyər də qəşəng geyinsin, keçinsin, qızıl alsın, bahalı alsın. O sən imkan, bununla insanlıq bununla ölçülmür ki. Pulun var alacaqsan, pulun yoxdur almayacaqsan. Siz insanlığı bununla ölçürsünüz. Mən insanlığı bununla ölçmürəm. Göy qızılı taxanda insan nə olur ki? Nə olur hə? Nə dəyişiklik olur insanda? Prosto ilə qızılın fərqi nədir ki? Pro budur da. Pro budur da. Göy qızıl taxdın, prostoy taxdın, ya getdin bunun rəngin getməyənin 20, 25, 30 manatlığını aldın. Nə dəyişəcək? Pro budur da bir dənə. İnsanlara sübut edəcəksin ki, qızıldır, füsyo. Nə dəyişir? İnsan onunla dəyişir. Boş-boş şeylər damız. Elə şeylərə fikir verməyin. Qocalarsınız. Boş şeylər də hamısı. Valla bir dənə probun göstərsən, ondan sonra deyirlər ki, hə, qızıldır. Belə 100 dəfə get prostoyun rəngi getməyənin bir 50-60 manatlığını al, heç kəs bilməyəcək. De, bunların 500 manatlığı da var. Gümüşü, gümüşü 500 manat. Heç bilinmir, qızıldır yoxsa yox. Boş verin siz Allah. Məndəki nə qızıldı, nə gümüşdü. Məndəki prostoydu. Mən demədim ki, qızıldı. Mən dedim Buşteriyadan almışam. Mən nə dedim gümüşdü, nə qızıldı ömrüm. Özünü göcürüb burada indi mənə nəsə ipraf çıxartmaq istəyirsən. Mən bunun qızılını istəsəm bugün məndə olar. Sən mənim yerimə narahat olma. Qızılla deyil. Qızıl boş şeydir. Qızıllara əhəmiyyət verməyin. Üzərliyi fulla, çox sağ ol. Mən yalandan basıb bağlaya bilmərəm. Məndə qızıldır. Mırtdaşıram bayaqdandan mən burada. Bu qədər qızılı mən hardan? Boş-boş şeylərdir. Yəni demək istəyirəm ki, qızıl hə, pulvu verib alırsan. Amma valla elə prostoylar var ki, qızıldan seçilmir. Bir dənə probun göstərəndə deyirsən qızıldır. Göyə nədir? Boş şeydir. Ondan insana dəyər verirlər. Boş şeydir. Amma onu bilirəm ki, qızıllar bahadır. 10 mindir, neçə mindir. Yəni bilirəm də, yəni. Ən ucuzu 7-8 mindir. O da balaca biraz qaçdılar. Adım da hə, elə eşitmişəm qızım bahadır. Mən də sizi kimi eşitmişəm, baha da ucuzdur, indi hər nədir özünə. Allah bütün qadınlara qızılın qismət eləsin. Bütün qadınlara, bütün heç kəsi baxıb həsrət aparmasın. Allah bütün qadınlara qismət eləsin. Oğlum, mənim qızıl sepim var orada, qiyməti 5 neçə mindir. Onu taxmıram mən, tövbə taxmıram. Qızıla maraq var məndə. Balerina sepimi heç mən taxmıram. Ucuz da deyil, onun qiymətini bilənlər bilir ki, bu ucuz sep deyil. İstədiyə yandım. Qızılın dövrü gedib. Yox, getməyib. Qəşəng qızıllar var. Elə qızıllar var ki, həqiqi qəşəngdir. Qızılların da ucu gördülər ki, köhnə qızıllar dəbdən düşdü. Ucu belə şeylər çıxartdılar ki, qadınların marağı. Məsələn, bu mən çox bəyənirəm, çox qəşəngdir. Bir də bunun bir dənə forması var, sadə, sarısı, ortası yumru. Xoşum gəlir o üzükdən, çox sevirəm o üzüyü. O qəşəngdir. Rolex-ə, o gözəldir, xoşum gəlir. O şəxsən bundan qəşəngdir. Bu kobuddur. Amma o incədə əldə çox qəşəng götürür. Rolex çox qəşəngdir. Sevmirəm qızılı. Ola bilər. Qızıl çox adam sevmir. Amma baxır nə qızılı da. Elə qızıllar var, mən də sevmirəm. Amma elə qızıllar var, sevirəm qızlar. Gəlib boynumuza alaq da. Elələri var, qəşəngdir həqiqətən. Əvvəl mən də çox qızıl sevmirdim. Amma bu yeni çıxan modelləri bəyənirəm. Nə yalan deyim.
Nəyini çalmışam bunu? Nə sən soruz, nə mən deyim aşkım. En yaxşısı Sovet qızılıdır. Canla sizə baxıram, fikir verirəm. Filan kəsə söz atırsınız. Niyə? Kimə söz atmışam mən? Mənim neyimə lazım filan kəs? Mən canlıma aparıram. Mən əzəldən belə danışıram canlılarımda. Sən fake-lə nöş yanırsan burada. Şam tutan çıxmısan? Əleyküm əssalam. Kimə söz atmışam, kimə uşaqlar? Mən canlımı həmişə belə aparıram. Mən əzəldən belə aparmışam canlımı. Söz danışmayacağım ki, kimlərsə söz soxulur. Nə dəxli var? Mən TikTok açılandan beləyəm. Əvvəlki yayınlarım da mənim belə olub. Özləri elədir deyə. Mənim heç kəsə söz soxmağıma ehtiyac yoxdur. Valla mən sözü deyəndə lobuna deyirəm, bizdə düzünə deyirəm. Mənim izləyicilərim bilir məni. Ki, mən lazım olan adama lazım olsa ad çəkib sözümü deyərəm. Siz mənim yerimə narahat olmayın. Valla lazım olsa bu bərəkət and olsun. Kim olur olsun fərqi yoxdur. Sözüm olar, sözümü deyərəm. Mənim heç kəsdən nə işim var? Mən əzəldən canlılarımı belə aparıram. Sən git fake-i də götür, çıx çölə. Mən əzəldən belə canlı aparıram. Əzəldən. TikToka gələndən mən beləyəm. Gördüyümü dedin, onda get göz həkiminə, gözlərvi yoxlatdır günə. Mən nə dedim? Mən dedim ərinə xəyanət eləyən qadınlar. Bunun nə dəxli var söz soxmağa? Hansı sözlə danışırsan? Hə, nə oldu? Cavab verə bilmədin? Hə, nə oldu? Yazırdın bayaqdan. Yaz görək nə edirsən? Nə edirsən, hə? Dedim ərinə xəyanət eləyən qadınlar. Nə edirsən, fake? Gid orijinalından gəl görək. Nə edirsən? Yox, mən dedim ərinə xəyanət eləyən qadınlar, hə? Pirçomtu söz soxmaq, hə? Başları çatmır bulan bəzilərinin. Özlərinə hörmət eləməyənlər. Baş çatmır, uğrananda olsun. Bezdimi bu fikların əlindən? Şu dəxli var sən onunla. Bir də yazsa atacağım onu bloka. Təlxək. Sabira yeminə nay 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 nay. Aleyküm əssalam. Kimdir? Çirit deyə məni bir yandan. Sən adı boyatıram da qardaş. Vallahi söz atırsan. Dur bas buradan bayra. Yaxşı eləyirəm. Dava indi. Bas bayra. Sən kimlərə belə cavab vermək lazım. Bas bayra. Özünə hörmət eləməyən. Çıx elə burada. Çıx elə. Giş toyuq. Baş çatmır yaz. Yox, canlımızda söz danışmayacaq, ağzımızı açmayacaq. Özünə hörmət eləməyən. Giş toyuq. Onu da bilmirəm 2 ildir. Kimi canım? Ləman Kayıt, sən də get mənim adımı dəyiş. Başqa bir ad qoy, bir də bir canlıya girmə. Səbəbini də özün yaxşı bilirsən. Əleyküm əssalam. Səbəbini də özün yaxşı bilirsən ömrüm. Agresiv deyiləm. Küzdülüyü sevmirəm. Küzdüləri də çıxardıram həyatımdan.
Vallahi mənim Qurani Kərim and olsun, kiməsə sözüm olsa açıq-aşkar izləyicilər bilir ki, mən açıq-açıq sözümü deyən adamam. Mənim heç kəslə bir işim yoxdur. Nəyimə lazım? Kim nədir özünə? Aleyküm əssalam. Salam, salam. Kimsə mənə söz deyər, cavab verərəm, o başqa şey. Mənim heç kəslə işim yoxdur. Oğlum qız bürcüdür, qız bürcləri ağıllı olur. Oğlanları biraz qızlar ama. Özüm pek eləmirəm. Neçə vaxtdır mən normal canlı açmıram. Dedim açım elə belə sizlə dərdləşim. Hər gün açım biraz səhifəmi aktivləşdirim. Ondan sonra başlayaram pekalarıma, narahat olmayın. Salam göy Velizar nə? Velizarla qoşulanda Fakto xanıma söz atdım. Mən heç kəsə söz atmadım. Velizar at çəkdi. Mən də dedim tanımıram elə bir şəxs. Mən söz attım uşaqlar. Mən açıq-açıq lobalab sözümü dedim. Mənim kimlərlə nə işim? Velizar dedi, mən də cavab verdim. Niyə ara qatışdırırsınız? Valla bu bəzilərinin həqqi baş çatmır. Yəqin səhv başa düşüb. Yox, səhv başa düşüb deyəndə mən kimə satçot verəcəm. Dedi, cavabını da aldı. Mən kim olur olsun fərqi yoxdur. Danışmadığım kim var, deyirəm tanımıram. Artıq söz demirəm, təhqir eləmirəm. Tanımıram. O bilir mən danışmıram. O danışmaya onun adını çəkirsə, mən də o cavabı verməliyəm. Nə cavabı verməliyəm? Velizar dedi, mən də cavab verdim. Kayda düşəsən. Az mənim kayda düşməyimə ehtiyac var. Mənim 7 il bundan qabaq əsrdəki kayıtlarım hələ də TikTokda. Mən nə edirəm kayda düşməyi? Kayda düşəndə medal verirlər mənə. Baş çatmır. Bu 2 dənə şam tutandan bezdim mən burada. Özünə hörmət eləməyənlər. Ona görə çoxdan da canlı açmıram. Bu dümsüklərə görə. Necəsən Sako? Velizara görə canlın qalxmışdı. Ay Allah. Üf. Hə, yaxşı, əcəb olmuşdu. Ay. Dünənə kimi Velizar var idi da mənim canlım qalxanda. İndi də Velizar gəldi. Velizar özü istəy atdı, mən də qoşdum. Mən Velizara istəy atmamışdım ki. Özünə hörmət eləməyən. Bu nə sırğadır? İndi də səs ixo verir. Niyə? Necə yəni ixo verir? Nə ixo verib? Sən git telefonumu düzəltdir də. Ay Virella. Kimin səsi ixo verir? Vermir. Yox, o başqa şey deyir. Niyə ay Virella? Dolaşalım sahildə. Daha bilmərəm, özüm bilərsən. Başım çıxır mən sənin telefonuna. Telefon yandır, söndür, düzələr. Salam, aleyküm əssalam. Hə, heç olmaz, boş şeydir.
Telefonumu düzəltdirsən, təzədən yandır, söndür. O nə proqramdırsa onu onda düzəlir. Üzüyümə baxımda ses edim. Bax aşkım. Uzanır ha, yavaş yavaş. Qoşul Belizara canının qalxsın da. Yaxşı. Baş üstə. Aksesuarların qəşəngdir, təşəkkür edirəm. Saçların süperdir, sağ ol ömrüm. Belizar arxamca dedi, çox danışır. Yaxşı elədi, düz deyir. Zarafatça danışır, o hamının arxasınca mırtdaşır yalandan olsun. Qəşəng olmuşsan, çox sağ ol canım. Burada hər sözü bu bəzi izləyicilərə aiddir. Yozub davaya çevirməyin. Burada hamı ilə mırtdaşır, zarafatlaşır. İndi o eks davaları çıx, qırğınları. Belə hamıya mırtdaşır. Burada kimsə təqqir eləmir, ağzına yer. Deyir də, nə olsun? Mən də dedim o çıxandan sonra ki, nə olsun? O zarafata deyir, onun yayın aparamaq qaydası odur. Gör bilmirsiniz ki, zarafata deyir. O zarafata deyir. Ciddi bir şey demir ki, mırtdaşır da. Onun yayın aparmaq şeyi elədi. Hamı bilir ki, o elədi. Dedi arxamca çox danışır. Dedi də, nə olsun? Onun ciddi alan var. O mırtdaşır da, o zarafat edir. Görmədim, mən də 100'dən söz dedim. Yaxşı dedi, nə etsən də xeyri yoxdur. Elə dedi, həqqinə yaxşı düz deyirdi onda. Ay, gözəlliyimin nə qədər paxıllığını çəkən var, Rəbbim. Vallahi çox gözələm, yanırsınız bəziləriniz. Kör gör. Bugün sabah 34 yaşım olur ama üzüm, cildim, gözəlliyim, nəysə, bilirəm bəziləriniz yanırsınız, eybi yox. Salam. Ne kadar ara vururlar bunlar. Ay, onlar bir dənə qrupdular, qaşqaldaq qrupu canım. Onların bir dənə qaşqaldaq qrupu var, boş bekarlar qrupu, ləliyönlər qrupu. Başa düşürsən, burnunun fıttığın yiyənlər qrupu var burada. Boşluqdan. Atırlar, 30-40 nəfər yığılırlar özləri kimi ora, stuşni sigaretlər. Gideyim falan kesin canlısına, gideyim besmen kesin canlısına. Eliye, qaşqaldaq. Bütün canlılardadılar, bax o qaşqaldaqlar. İnanırsınız, boş, bekar adamlar da, andol Allaha. Yeri soxum onları. İndi ürəyin qalxsa da budur, qalxmasa da budur ömrüm. Faktı danışıram, fakt belədir. WhatsApp qrupu atırlar, nə atırlar? Girirlər bütün yayınlara, yayıncılara ağızlarına gələni yazırlar. Onların xəsiyyət elədir. Fikir ver, tək mənim canlımda deyirlər. Elə profillər var, mən onu tanıyıram. Bütün yayınlara girirlər, bütün Quran haqqı. Hamıya eyni sözü yazırlar, hamıya. Bekarçılıqdan. Aşkım çok pardon. Düştüm balkondan. Aşkım nədir, ömrüm nədir?
Heç kimə fikir vermə, öz səviyyəni gözlə. Səviyyə? Çox gözəl dedin səviyyə, amma eybi yox. Aşkım çok pardon. Düştüm balkondan. Ama TikTok yenilənib deyə belədir, yoxsa səhifəyə görə belədir, neçə vaxt açmıram deyə belədir. Yazılar bilsən neyinir? Siz görmürsünüz, mən burada oturmuşam, yəqin siz elə deyil. Yazılar bilsən neyinir? Damlanın uçur. Bir reis yazı gəlir, bir reis takip, bir reis yazı. Baş atmıram, ekranı gözlərim şey oldu. Kızlar zəhmət olmasa beni sevatında minnoşlarım. Canımı paylaşanlar çok sağ olun. Öpürəm sizi. Ekranımı da bacarsız tıklayın. Hər gün açacağım ki səhifəm aktivləşsin. 12:00'da açacağım. Bir de gün orta açacağım. Ona göre de canlımı çoxlu tuk eləyin. Səhifəm düzələcək. Əvvəlkindən də aktiv olacaq. Amma hər gün açmalıyam daim olaraq. Çünkü aktivliyi düşür. Bu xarici səhifədir. Azərbaycan səhifəsi deyil. Ona göre de bacardığınız qədər beni sevatında. Zəhmət olmasa. Dolaşalım sahilde. Salam salam. Bildiği qızıl almışsan. Qızıl değil, buşteriyadır. Mən qız demədim ki qızıl almışam. Ümumiyyətlə ağzımdan çıxdı elə söz. Məndə yalan yoxdur. Məndə yoxdur artistlik, aktrisalık. Qızıl nə gəzir ay bacı? Qızıl zat deyil ömrüm. Ümumiyyətlə sizə bir söz deyim. Laf belə qırıvız oldu, qızılınız oldu, gözəl həyatınız oldu. Göstərməyin. Göstərdiniz, o şeyləri itirəcəksiniz. Siz niyə görə? Bəd göz var, normal göz var, paxıl insan var, paxıl olmayan insan var, nəfsi olan adam var, olmayan adam var, yaxşısı var, pisi var. Hər kəs bir şeylə baxır sənə. Elə insan var qəlbinin xainliyi ilə baxır. Elə insan var sənə sidq ürəklə, ürəyinin təmizliyi ilə baxır. Elə insan var sənə bəddi ilə baxır. Elə insan var nəfsi var, onun özündən asılı deyil. Sənə bir dənə belə baxmaqla əlindəki qab düşüb cırıq-cırıq olacaq. Ona görə də xoşbəxtçiliyinizi heç vaxt göstərməyin. Əsla. Xoşbəxtçiliyinizi göstərdinizsə, xoşbəxtçiliyi ilə qıraqdan da baxa-baxa qalacaqsınız. Bir nəyisə üçüncü şəxslə paylaşdırsa, o ücə sənin deyil. Xoşbəxtçiliyi, nəyisə üçüncü şəxslə paylaşdırsa, iki nəfərin arasına üçüncü şəxs girirsə, o iki nəfərin arası iki nəfər olmuş. Başa düşürsünüz. Ona görə də xoşbəxtçiliyinizi heç vaxt heç yerdə bölüşməyin. O qədər bu TikTok deyə hər şeyimizi açıb qoyuruq ortalığa. O qədər bu TikTokdan qıraqda normal yaşayan, bahalı yaşayan, qəşəng yaşayan, qırın qızılın içində yaşayan, maşınların hər şeyin içində yaşayan insanlar var ki, onlara realdan ətrafındakı insanlar baxıb həsrət aparır. Heç nə canlı açırlar, nə TikTokda neylərinisə paylaşırlar, heç neylərini paylaşmırlar, heç neylərini. Amma nəyisə göstərdinsə, Allah'ın da olsun həsrət qalacaqsan. Belə bir deyim var, o gün bir dənə qabağıma çıxdı. Deyir ki, Hacı Şahində deyirdi deyəsən. Deyir ki, evladlarınızı, əsasən də uşaqlarınızı heç vaxt efirlərdə, statuslarda paylaşmayın. Yoxsa bir qadın idi danışırdı, gəldi, xoş gəldiniz. Yoxsa bir qadın idi danışırdı, kim idi danışırdı. Deyir ki, xoşbəxtçiliyinizi, ümumiyyətlə də uşaqlarınızı heç yerdə paylaşmayın. Olmaz. Gözə gəlir, uşaq gözü nəfsi tez götürür. Olmaz, statuslarda belə deyəsən, storylərdə, statuslarda belə şeylərdə paylaşmayın. Bir də ki, xoşbəxtçiliyinizi paylaşdırsa o sənin deyil. Elə bir ki, onu bölüşüb verirsən başqalarına. Olmaz da, çünki hamı sənə xoş niyyətlə baxmır. Sənə biri istəyir, 5 istəmir, 5 istəyir, 3 istəmir. Biri sənə qarğış eləyir, birinin varıdır, birinin yoxudur. Hər nəfsdə insan var. Deyir, hər ağızda bir dua olduğu kimi, hər ağızda bir qarğış da var da. Çalışın heç kəsin nəfs var ha, nəfs yox. Əstağfurullah, haqq var ha, haqq. Haqq çox pis şeydir. Çalışın kimin qəlbin qırmızısa halallıq alın. İnsanın səhvini boynuna alıb gedib kimdənsə üzr istəməyib, o insanın kiçilməyi deyil, o insanın böyülməyidir.
O insanın müdriklüyüdür, and ol Allaha. Kiminsə qəlbin qırırsınızsa, kiminsə haqqına girirsinizsə, o insanlardan halallıq alın. Halallıq çox gözəl şeydir. Haqqa girmək çox pis şeydir. Allah Taala heç vaxt haqqı yerdə qoymur. Heç vaxt da haqqa girmək çox pis şeydir. Gözünüzlə görmədiyiniz şeyi, qulağınızla görmədiyiniz şeyi heç vaxt şey eləməyin. Yəni haqqa girmək çox pis şey. Haqqa girmək. Mənim o qədər haqqıma giriblər. Mən ona görə də bəzi insanlara heç haqqımı halal eləmirəm. Ta ki məndən gəlib halallıq alana kimi. Peki də mənə də halallıq verməyənlər var. Neyse sözüm onda yox. Sözümü 11-dən gətirirəm ki, heç vaxtı nəylərinizi orada burada paylaşmayın. Çalışın xoşbəxtçiliyinizi göstərməyin. Vallahi göstərməyin. Göstərsəz vızqırtdı. O üçüncü şəxs gəldi, sonra o məhəbbət vızqırtdı. Gedin qıraqda yaşayın da xoşbəxtçiliyinizi. Vallahi xoşbəxtçiliyinizi gedin qıraqda yaşayın. Hə, vallahi vızqırtdı, düz deyirəm. Sən adam qalmayıb haqqına girəsən. Fake hesab. Ördək, rəxit, kimin haqqına girmişəm mən? Mən şükür Allah heç kəsin haqqına girməmişəm. Vicdanım da təmizdir. Kim mənə nə deyib, cavabını alıb. Kiminsə yanında başı qapazda hərəkət şeyim də yoxdur ki, kiminsə yanında dilim qısa olsun. Mənə sataşmayandan mənim işim yoxdur. Mənə söz deyənin 5 dəqiqət cavabını verərəm. Məncə hamı belədir. Heç kəs deməsin ki, mənə toyuğuma qış deyərəm, mən deyirəm ay can. Hamı belədir. Hər kəsin öz quyruğunu tapdalayanda iç yüzü çıxır ortalığa. Heç kəs süddən çıxmış ağ qaşıq deyil. Hamının içində bir həyasız arvad yatır. Yox, halallıq gözü. Ah, çox pis şeydir. Allah heç kəsin üstündə heç kəsin haqsız yerə ya. Biri var haqqına, biri də var haqsız yerə. Haqq çox pis şeydir. Haqq. Vallahi çox. Ona çox adam inanmır. Mən elə şeylər şəxsən inanıram bu həyatda. Haqq çox pis şeydir. Ah, nalə çox pis şeydir. Olmaz. Nə olub, heç nə söhbət edirik. Yaxşıyam, çox sağ olun. Yox, haqq pis şeydir. Kiminsə üstündə haqqı qalmağı pis şeydir. İnsan yüngülləşir, elə bilsən necə yüngülləşirsən ki, üstündən yük getdi. Çoxu bunu özünə ayıb bilir. Vallahi orada ayıb bir şey yoxdur. Dikbaş oldunsa, dikbaş olmaq lazım deyil. Dikbaşlıq insana heç nə qazandırmır. Aleykümselam. Yazılar görmürəm. Yox, ağır deyil sırğalarım. Tırnağım qanıyıb, pilkalayanda olur da. Ağır deyil, vallahi ağır deyil, yüngüldür. Ha? Deyirəm ağır deyildi onu. Yox, səpi yoxdur, qızılğasıdır. Qızıldır. Az bu boyda qızıl nə gəzir məndə, ay bacı, yox. Məzələnirsən. Yox, ömrüm.
İnşallah. Kızlar son videoma yorum yazın. Kızlar Virella'ya yorum yazın. Virella narahat olma. TikTok'ta problem olur. Səhərə kimi düzələcək. Ay dişim çox pis ağrıyır. Nə bilim, yaxşı olar. Yo, öz saçlarımda. Kızlar, məni takip eləməyənlər də takip eləsin. Minnoşlar. Kül olsun mənim ürəyimin başına. Mənim yalandan hürməyim var. Mənim ürəyim yox. Mən bədbəxt insanam. Qurana özümə o qədər arada yazığım gəlir. Elə zəhləm gedir bu xasiyyətindən. Kim məni kimidir bilmirəm. Məni kimi üzdə hürən adamların ürəyi yoxdur ki. Çox bədbəxt xasiyyətim var da. Kəş elə üzdə elə yalandan can deyərdim. İçim elə qurd olardı. Elə olsam elə bəxtəvər olardım. Bədbəxtəm də Allah haqqı. Zəhləm gedir o xasiyyətimdən. Nifrət edirəm o xasiyyətimə. Heç sevmirəm də yəni. Kaş dilimi saxlaya bilsəydim, ürəyimi belə qəddar eləyə bilsəydim. Amma məndə dilim qəddardır, ürəyim yox. Çox bədbəxtəm də o cəhətdən. Zarafatsız bədbəxtəm o cəhətdən. Sevmirəm o xasiyyətimi. Nə qədər nifrət elədiyim adamlar olur olsun. Bilmirəm, o mənim özümdən asılı deyil. Bir insan nəsə nəyinisə görəndə başlayıram. Bu qəlbim çox pis olur da. Amma kinliyəm də, kinli insanam. Nə pisliyi yaddan çıxarda bilmirəm. Mənə olunanlar gözümün qabağına gələndə ifritəli damarım tutur. Amma belə bəzən olur ki, hə, bir anlıq sizdə də olur. O deyirəm, lənət kör şeytana. Boş verim çıxsın getsin. Bir şeydən sonra da yox deyirəm, yo, yaddan çıxartma. Sizdə də olur ha o. Mənə olur. Bir də görsən bədahətən deyirəm, ay Allah, bəlkə oldu da məsələndə kimdənsə 5 dəqiqədən sonra deyirəm, yox, o giş şeylər gəlir ağlıma. Kinim, kudurətim təzədən qalxır olur həmin ki, fıs ilan. Mən də eləyəm. Kinliyəm, hə, kinli olmağına kinliyəm, əsla. Çır məni addım atmaram, amma kinliyəm. Amma baxır nəyə də. Heç bir insanın, yəni, səviyyəsiz pis gününə də güləcək qədər cındır deyiləm. İnsan gərək düşmənlik eləyəndə də mərd eləsin, dürüst eləsin. Düşmənçilik eləyəndə də mərdanə eləyəsin. Deyir, mənə düşmənçiliyi açıq-aşkar elə. O gedib arxada vırt-vırt-vırtıllayacaq və dırt-dırt-dırtıllayacaq və mənlə düşmənçiliyi açıq-aşkar elə. Mənə deyən ki, mən səndən düşmənəm, mən səndən beləyəm. Mən şəxsən açıq, relaks, üzdə sevirəm. Mən düşmənçiliyimi açıq eləyərəm. Mərdcəsinə. Düşmənçiliyi belə eləyəndə mərdcəsinə eləmək lazımdır. Amma düşmənliyim belə, necəsən, Kayıt, Milana, düşmənim, amma bilsən necə, mən yaraşdırmıram insanların düşüşünə. Gülən insanlar məncə ən səviyyəsiz insanlardır. Olmaz. Çünki bu həyatda heç kəs heç nədən sığortalanmayıb. Hər kəsin başına hər bir şey gələ bilər. Amma əsla pisliyi bağışlamaq lazımdır. Allah Taala onsuz da kimə nə pislik olunur. Hər kəsin kimsə kimisə haqqına girirsə, onun bədəlini hər bir insan ödəyir. Hər bir insan nə gəlirsə başına ödəyir. Səndə mərdlik var. Yox, mən namərdəm, qardaş.
Verir, siz elə gəlir. O vermir deyirsiz, verir. Hər şeyin bir vaxtı var. Siz Allahın vermirsə deməli haqqıva girməyib. Əgər verirsə deməli haqqıva girib. Allah heç kəsin haqqını heç kəs də qoymur. Bunu əsla yaddan çıxartmayın. Verir, özü çox gözəl verir. Vermirsə demək ki, vardır bir bildiyi və sənin haqqıva girməyib. Verirsə gecə tezi verir. Allah Allah deyənləri çox görmüşəm. Allah Allah yazanların biri də sən. Nə dəxli var Allah Allah deyənləri çox görmüşəm. Bu söhbətə nə dəxli var indi? Təbii ki, hər Allah deyən Allah adam ola bilməz. O söhbəti yox. Amma hamı da eyni deyil axı. Sevgilivi niyə gizlədirsən? Çünki evlidir ona görə. Bəli, siz düz tapdınız. Bunun sizə nə aidiyyatı var? Onu da bir dənə deyərdiniz. Evlidir, 5 uşaq atasıdır, 5 dənə arvadı var, 6-cı da mən olacağım. Sənə nə? Şeyxdir, ona 6 arvad düşür. 6-cısı da mən olacağım ömrüm. Görmürsən brilyantlarımla. Elədiyin söhbətlərin sənə aidiyyatı yoxdur. Bəzi insanlar burada mənə çatmır. Mən demirəm, mən süddən çıxmış ağ qaşığam, mən çox belə düz insanam, mən belə nə bilim filan şeyəm, bəsməşəm. Yox, okey. Amma nə əxlaqsızam, nə ədəbsizəm, nə pozğunam. Mənə elə gəlib yazırsınız. Vallahi heç gedib o pozğunlara yazmırsınız o sözləri. Həqiqətən mən bu dünyada ədalət görmədim müğənnidən başqa. Elə də mənə deyir, bu sözlər sənə aid deyil. Ay bacı, mən 7 ildir buradayam, mən bu 7 ildir nə tərbiyəsizliyimi görmürsən. Söyüş söyməyə qalsa, o vaxtı nənələrimiz də söyüb. Hə, nə olsun, söyüş söyməyə əlinizdə bayraq eləmişsiniz. Vicdanınızla, Allahınızla, imanınızla danışın. Mən nə əxlaqsızlığımı görmüsünüz, gecə həyatımı sənə aid. Arada kayıtların altına da baxıram. Düz söz səhv adam, səhvlik oluram, klubdan çıxmışam, əxlaqsızam, ədəbsizəm. Belə pis çıxmasın, səhvlik oluram aşkım. Düz söz səhv adam. Bu da təzə trendə düşüb bu söz. Düz söz səhv adam. Səhvlik oluram. Ay Allah. Müşteriyadı canım mı? Valla bu həyatda bunu dərk edirəm ki, pozğuna pozğun deyən yoxdur. Normal qadınlar olub pozğun. Quran-ı Kərimə and olsun. O belə pis çıxmasın, yaşayışı normal olan adam 12-də də çıxsa deyəcəklər gedir hava almağa. Amma normal qadın bu vaxtı çölə çıxsa deyəcəklər gedir. Niyə belədir mənə çatmır? Niyə belədir mənə çatmır? Pulu olan içəndə, çəkəndə deyirlər oliqarxdır. Bomba həyat tərzi var. Kasıb eləyəndə deyirlər pozğundur. Niyə mənə çatmır? Bir dənə kasıb belə geyimi keçimi olmayan bir qadının əlində bir dəqiqə bir dənə içki görün. Deyəcəksiniz alkaşdır, pozğundur, tərbiyəsizdir. Elədir də bəs. Hər kəsin öz yaşayışı özünədir, bizə nə? Ayda ancaq söz atırıq. Ay xanım, mən TikToka gələndən belə danışıram. Kimə söz atıram? Bu başınız çatmır bəzilərinizin. Mən bunları hardan vızqırd eləyim çıxıb getsinlər. Mənim yayın argumentim budur. Mən söhbət edirəm. Mıxınızı çəkəcəksiniz məndən.
Çatmır. Şam tutan. Bu bəzi qaşqaldaqlar atın buradan girməsinlər. Bunlar bəzi təzə açıb gəlib səhifəni. Boy bir yerə soxun. Virella at o elə yazanları səssiz ömrüm. Elə insanlar girməsin bura. Burada sən danışdın. Doğruları danışıram. Aşkım, mən söz danışan kimi dir falan kəsə. Əmin olun ki, mən heç kəsə söz atmıram. Mən açıq-aşkar lazım olsa lazımı sözümü deyərəm, ad da çəkərəm. Lazım deyil. Mənim heç kəsdən heç bir işim yoxdur aşkım. Söhbət bağlandı, çıxdı, getdi. Kiminsə məndən işi olarsa başqa şey. Söhbət edirəm burada. Həyatdan danışıram, mövzulardan danışıram. Mən 7 ildir bu TikTokdayam, 7 ildir. Mənim gələndən canlılarım, ola bilər ki, çoxdan açmıram, çox adam mənim canlılarımı yadırğıyıb. Mən canlı açandan belə danışıram, mən hər zaman belə danışmışam. Mövzular açmışam, qaynanadan danışmışam, baldızdan danışmışam, qadınlardan danışmışam, ərdən danışmışam, yaşayışdan danışmışam, sevgidən danışmışam, nələrdir, ailəmdən də hamıdan danışmışam. Mən xoşduram söhbət eləməyi, mövzular açmağı. Ben birinci dəfə mən TikToka gələndən beləyəm. 7. Bu 2-3 dənə dılğır şam titan. Siz buradan sənə bir dənə atmağa atacam indi. Gəl bu çatsan çıxdığın yerə. Özünü hörmət eləməyən. Deyirəm ki, bu dəqiqə əxlaqsız qadınların əksəriyyəti evdar qadınlardan çox yarıyırlar. Tüt atırsan. Nə əlaqə? Deyirəm filan şey filan oldu. Gəlib mənə burada ağzınıza gələn yazırsınız. Pləkanın başından, pəncərədən baxıb ərlərviz gələnə kimi qonşuları güdüb vedrə bağlayırsınız. Siz atırsan. Deyirəm, oğlanlar var ki, arvadları səhərə kimi illərlə yatır yanlarında, boşanıb aliment istəyən kimi deyir, DNT testi istəyirəm. Siz atırsan. Seydilər, gücdülər, bulan bəziləri xəstədilər, nədilər. Mövzulardan danışıram, söhbət eləm, həyatdan danışıram, ümumiyyətlə bu TikTokun içinə andırım. Bu həyat elə hamısı TikTokdan ibarət. Söz danışmayaq ki, bu TikTokdan, bu TikTok. Mən nə bilim sən kimdən yanıqlısan, kimi mənim dediklərimdə görürsən, qaşqaldaq, söz deyən kimi dir söz atırsan. Sən kimi görürsən burada? Bu mövzular, bütün mövzuların içində sən deyəsən 1-2 nəfəri görürsən ancaq, deyir söz atırsan. Bu bəzilərin başı doğrudan işləmir. Çatmır az bu bəzilərinin başında. Yox, reaksiya verir söhbətdir. Bayaqdan 3-4 dənə səhifədə mənim canlımda yayıncı adı çəkməyin. İstəmirəm. Kimisə nə pisinə, nə yaxşısına yazmayın, qardaş. Mən verişim nə idi, az andıra qalsın. Canlıma aparıram. Yeni gəldim də bura. Yox, məni qabaqcadan burada izləyənlər var. Əlinizi qoyun vicdanınıza. Mən canlıları necə aparmışam? Siz kişiliyiniz, siz anavızın canı. Necə aparmışam canlıları? Yox, nələrdən danışıb aparmışam canlı? Mən mövzular açıb danışmışam da bu andırda. Boş bekar açmışam, səhərdən axşam kimi danışmışam. Sonra PK-lar çıxdı, başladıq PK oynamağa da. Sizdən icazə alacağım. Psixoloji.
Qızıldır sırğan. Az yox. Bu boyda qızılı hardan alım mən ömrüm. Sən nə boydadır? Başım boydadır. Fışteriyadır, xışladım aldım. Yaxşıyam, çox sağ olun. Bu bəzi izləyicilərdən elə zəhləm gedir. Özünə hörmət eləyənləri çıxıram. İfadəmə görə üzr istəyirəm. Çox belə düşük, yalaq, yaltaq. Belə bilsən necə? Belə dişofqa. Qayın arvadı, xain arvadıdılar elə bil. Bu ne dedi, ay ne dedi, ay ne dedi, bu ne dedi. Zor eləyirəm belə də ki. Bas bayra indi. Salam əleykum, əleykum əssalam. Arıqlamısan. Belə yaxşıdır. Həm də saçımı belə yığmışam, ona görə elə görsənirəm. Ba nə deyirdim, yadımdan çıxdı. Gərsən, dəydən danışırdım mən. Nəysə. Səni çox istəyirəm, canımsan. Nə yazır? Gedəsən Amerikaya. Hə, uçuram sabah Amerikaya. Bildiriş gəlmir. Təzə açıram canlımı. Mən neçə vaxtı normal canlı açmıram. Sağ olsun yaxşı izləyicilərim. Canlımı paylaşırlar, beni sev atırlar. İnşallah hər gün atsaq düzələr, aktivləşər. Sən olan yer mənə cənnət sayılır. Salam, aleyküm əssalam. Testa saçlamış, baş üstü ömrüm. Açıram, məni çox əsəbləşdirirlər, aşkım, istəyirəm Allah haqqı. Mənim heç kəsdən işim yoxdur. Gəlib mənə yazıb məni nerv eləyirlər, özümdən çıxardırlar məni. İstəyirəm, özümdən asılı deyil. Mənim heç kəsdən işim yoxdur. Mən neyimə lazım, kim nədir özünə, mənə nə? Söhbət məndə bir dəfə oldu, qutardı getdi. Bəzi bu şan tutanlardan bezdim. İmkanım ilə canlımı aparım. Salam, salam. Ey həyat, sən nə qəribəsən. Ən sevdiyim parfüm nədir? Xarici adlar. Ən sevdiyim parfüm. Chanel açıq yaşıl rəngi. Daha çox sevirəm. Ondan sonra o vaxtı Lucia var idi, onu sevirdim. Sonra bir də var ya, uzun belə qabda. Hə, o vaxtı Lucia işlədirdim. Çox qəşəng idi Lucia. Çox qəşəng qoxusu var idi onun. İndi yoxdur, tapa bilmirəm. Sonra Dolce Gabbana var ya, o qəşəngdir, göy rəngi belə, belə qabda olan. Gözəl iyi var, soyuq. Sonra bir iki dənə ətir var ki, onların iyi gözəldir. Belə. Qəşəng iyi olan ətirlər çoxdur. Neyse də sağ ol, ətir adı yazmayın, firmadan indi canlı vızqırdar. Dəyəndə belə. Pudra iyi olan ətirləri daha çox sevirəm. Pudra iyi gəlir ətirdən belə.
pudra effekti var. O ətirləri daha çox sevirəm qızlar. Siz də pudra, kosmetikaya gələn ətirlər. Elman çox sağ ol Elman. Hə? Hə, pudrayı, hə. Elə ətirləri daha çox sevirəm. Soyuq tonlar, hə, pudra effekti, makyaj effekti. Belə çox qəşəng, o pudranı açırsan iyi gəlir, belə pupan pudrasını iyi belə vurur adama qəşəng. O tonda ətirləri daha çox sevirəm. Çox şit iyi sevmirəm ətirdə. Bunu 18 almışam. Səhifəsini paylaşaram. Yaxşıyam, siz necəsiz? Sən olan yer mənə cənnət sayılır. Yo, çox yüngüldür. Heç narahat sırğa deyil. Allah haqqı çox yüngüldür. Çox yüngül sırğadır, çox. Narahat zad da deyil. Superdir. Salam, salam. Mən əlim özü elədir. Dırnağım göyə baxır, ona görə belədir. Yəni dırnaq ustalıqlıq deyil də qızlar. Tez-tez açsam düzələcək. Bir dənə güclü proqramist tapmışam. Amma tam belə demək olar ki 3-4 aydır ara vermişəm də açmıram. 1-2 aydır vapşay açmıram. Mənə dedi ki, hər gün eyni saatda 1 ay dayanmadan açın, canlınız özünə aktivləşəcək. Mənim səhifəm xarici səhifədir. Bura səhifəsi deyil də, ona görə. Bura şey deyil. Salam, salam. Çox sağ olun. Qızlar, şampuna niyə cavab vermirəm? Bəziləri vizdəhlə tökürsüz. Deyin niyə? Göstərirəm, deyirəm filandır. Deyirsiniz, hə, sonra cavab yazaram. Doğrudan uzadır. Yəni, görürsünüz də mənim saçımı, yəni. Necə uzanır, necə effektlidir. Yəni, mənə daimi izləyən izləyicilər görür də mənim bir ay bundan qabaq saçım necə idi, indi necədir. Uzanır da, yəni getdikcə həqiqətən uzanır. Amma durub mən o doğrudan, nə bilim, belə çox sual verəndə, hə, yığaram, yazaram. Ona görə cavab vermirəm. Əsəbləşirəm, qızlar, əsəblərimə toxunur. Səbirsiz adamam, ona görə nervlər. Yəni, tam sırf alıcı hisslərəm. Gedirsiniz, məsəl üçün, saç qaynağına 1000 verirsiniz. Ondan sonra bunu yığdırmağa bir 200 qramına 250-200 pul verirsiniz. Səhv deyirəm, deyin ki, səhv deyirsiniz. Bunun 3 gündən bir ukladqası bir 15-20 manat verirsiniz salonda. Bir gəlir, bir çıxır belə 2-3 minə. Deyirəm, dəst şəkildə 80 neçə manata. Bahadır. Bacı, gedirsən pudrava 200 manat verirsən, tanamini və 100 verə bilirsən. Bir dənə dılğır pamadaya 50 manat verə bilirsən. 2-3 ay saçva vuracağın şampuna sən bu qədər pul verə bilmirsən ki, uzadır. Səhv deyirəm, qızlar, deyin ki, səhv deyirsən. Onun mənə xırdaçılığını eləyirlər ki, bahadır. Necə bahadır? Bu şey sənin saçını uzadır. Gedirsən bio eləyirsən 50 manata saçva. Vitaminlər alırsan saçva. Onda baha olmur. Yəni, sırf bu baha oldu. Yəni, danışanda düzgünlüyü danışmaq lazımdır. Səhv sat demirəm mən. Səhv niyə deyirəm ki? Sən mən adi belə marketdə satılan gündəlik başınızı yuduğunuz şampunların normal qiyməti 17-18 manatdan başlayır. Ən səviyyəlisi. Hələ ondan bahalılar da var. Yəni, sənə maskası, sabunu, serumu, şampunu, hamısı bir yerdə dəst şəklində 80 manat çoxdur. Nəyi çoxdur? 2-3 ayda işlədirsən, saçlarını da uzadır. Nəyi çoxdur? Başqa şeylərə pul xərcləyə bilirsiniz amma. Çoxdur, onda məndən soruşma. Onda demə, mənim saçımı nə uzada bilər? Mən saçımı necə uzadım?
Ona görə cavab vermirəm bu saçla bağlı yazanlara. Görürsünüz, bayaqdan da cavab vermirəm. Çünki xırdaçılıq eləyirlər, çox xırdaçılıq eləyirlər. Biri var, yoxdur, deyərəm ki, yoxdur. Bir də var ha. Gedir bu boyda kikosuna 19-20 manat, 40 manat verir. Bir də bu boyda dılığır göz altına 40-50 manat verirsiniz. Makyajın da ən qəşənglərini işlədirsiniz. Amma bu saçınızı şampunla laha deyə. Elə xırdaçılıq edirsiniz. Bir əsəb keçirdirəm. Kiç o üzün göstərməyən yerlər var, düşü onlayn satış edən yerlər. Elə yerlərdən elə yaxşı qaçırlar. Üzün göstərmir ha. WhatsApp nömrəsi verir, kartını atır, ödənişini eləyir, üzün göstərmir. 100 manatlıq malı alır. Amma mən burada üzümü göstərirəm. Dəqiqdir. Doğruda. Elə bir bahadır ya. Onda elə bil mənə. Bir dənə mənə elə bir cırırlar da. Mənim götürülə başına bir cırmaq atırlar mənə onda. Almırsan alma, mən vaxtımı da aparma. Çığır özün direktdə. Nömrə, verirəm nömrə. Suzan, çox sağ ol. WhatsAppda. Dağıdanızadır. Yaxşı, mən sizə geri dönüş edəcəm. Sənin vayıva oturum, eş durmayayım ayağa mən. Az, mənlə yarım saat danışır, sonra deyir, sən geri dönüş edəcəm. Geçməsən, elə bunu mənə direktdə danışardın, sonra mən geri dönüş edərdin də. Xanım, mən sizə nə dedim, niyə belə agresivsiz? Artıram vlog əvəzi qərədə. Hey, sələm var mənim. Gic xəstə. Allah'ın olsun satıcı xanımlar. Mən sizin qarşınızda baş əyirəm. Allah sizin əziyyətinizi, zəhmətinizi yerə vurmasın. Siz var ha, sizə halal olsun. Sizə halal olsun. Siz çox səbirlisiniz. Allah'ın olsun. Sizi qazandığınız manatına qədər sizə halal xoşunuz. Mən çərliyirəm. Mən adi onlayn şampun satış edəndə mən çərliyirəm aşkım. Çürükçüdülər. Çürükçü. Bildiyiniz çürükçü. Allah sizə səbir versin və sizə halal olsun. And ola, kim ki sizə deyir, neyinirsən, gelib satıcılıq edirsən. Sənin işindən çətin iş varsa, mənim bu yüzümə tüpür. Bacı, mən gedib yer süpürərəm, satıcılıq. Oy, necə çürükçü insanlar var. Hələ o belə fırstana. Mənə kimi cındırından cin ürkən, belə pis çıxmasın. 5 manatlıq şalvardan çıxıb ayda ildə bir dəfə 80 manatlıq şalvar geyinib belə cırılan qız var, girir mağazinə belə. Satıcı da bədbəxtin qızı düşür bunu alayacaq. Bu da özünü elə bir ki şah belə Süleymanın qızı kimi aparır belə. Ay az qalıram başının ortasından tutam. Qoyam kassanın ortasına da. Az özünə dartırsan. Sən kimsən? Məndən 5 bətər 5 manatlıq koftaqlar, özünü elə aparır. Elə bil bu Şah İsmailin qızıdır da. Belə cırılır, axırda da mağazindən belə gücdən bir 40-50 manatlıq alış-veriş edib çıxacaq. Elə cırılacaq da. Elə bir ki, mağazini alıb bu dəqiqə çıxır da. Bura baxan yox da. Bu nədir? Nə olub bu? Bax da rəxit şikəst, özün baxa bilmirsən. Vay, elə çırılırlar, olmama qatı. Vay, satıcılar, yazıq bu satıcılar. Administrator durur qapıda. Müştəri gəlir, girib də müştəri. Cım müştəriyə. Nə olub ki, bir girsin də içəri, elə bir şey gəlir, şampulena girir içəri, bir girsin, bir baxsın, bu bədbaxtın qızı da soruşacaq da nə var, cım üstünə. Cım üstünə, sifət edirlər satıcıya, Administrator özünü elə aparır, elə bil müdürdür. Bildirməlidir, bizdə var o xəssiyyət, Suzan, çox sağ ol. Azərbaycanda bəzi administratorlar bildirməlidir ki, bunu müdür administrator qoyub, bu müdür əvəz edicisidir. Müştəri içəri girən kimi qışqıracaq ya satıcının, ya ofisantın üstünə, ya işçinin üstünə. Özün bu millətin içində bildirməlidir ki, bu administratordur. Bu yəni seçilir bu işçilərdən. Bu bildirməlidir, bu cəmaatın gözünə soxmalıdır. Hamı bir deyil. Xəm, siz Azərbaycan dili dərsi keçmişsiniz. Bu bəzi sözü bilirsən nə deməkdir? Mən sözün əvvəlində bəzi sözünü işlədirəm.
Siz sözə harafızdan qulaq asırsınız? Naşniki bəlkə başqa yerə taxmısınız təsadüfən. Exo verir. Mən nə dedim? Mən nə dedim uşaqlar? Nə dedim mən? Bəlkə mən özüm de, bəlkə mən elə gəldi. Mən nə dedim ömrüm? Hı. Hı. Hə. Hı. Dedim bəziləri. Hı. Hə. Hı. Dırnaqlarımı gözümə soxma. Danışıramsa ekranda gör. Harama soxum əlimi ki, sən məni görmə. Hara soxum? Belə danışım. Dırnaqlar. Sən əlimi hara soxursan? Danışanda əlinə reaksiya vermirsən. Xəstəsən. Dırnağı niyə düzəltdirsən? Gözə soxmaq üçün düzəltdirirsən də. Qəşəng görsənmək üçün düzəltdirsən ki, hamı görsün. Dayı bunu sən görməyəcəksiniz, mən bu rəxidi nöş düzəltdirirəm. Hə? Nöş buna bu qoyda pul verirəm. Sənin gözümə soxmaq üçün verirəm də. Görəsən deyə. Bunu nöş taxıram sənin görməyin üçün. Bunu sən görməyəcəksiniz, mən nöş taxıram. Yo, səhv deyirəm, ay cəmaat. Mən paltarı nöş giyinirəm, millət məni lüt görməsin deyə. Dayı sən mən paltarıma çölə çıxanda baxmayacaqsansa, mən nöş giyinirəm elə. Lüt çıxaram da çölə. Bu dırnağı nöş düzəltdirirəm, əlim normal görsənsin, millət içinə çıxıram deyə. Dayı bu millət mənim əlimi görməyəcəksə, nə edirəm mən bu dırnağı? Hə? Bu üzüyü nöş taxıram, insanlar əlimdə qəşəng görsün deyə. Dayı sən bu görməyəcəksənsə, mən bunu nöş taxıram. Saçımı nöş uzadıram, keçər gəzərəm də, insanlar görsün deyə. Gözümüzə soxdu, gözümüzə soxdu. Hara soxum? Buy. Səhv deyirəm. Göstərirəm də. Bu hamısı sizin üçün edirəm də. İnsanlar görsün deyə. Evdən çıxırıq. Bəzən niyə çıxırıq? İnsanlar bizi gözəl. Hamı elə yataq paltarında çıxar da çölə. Ha, heç kəsə baxmayacaqsa. Elə naçnoydu durub basaram da bayra. Git şıq qərib. İnsanlara görə, bu qədər sözdən işte. Bina. İnsanlara görə yaşayırsan. Yəni bu qədər sözdən bunu başa düşdün də gic bibim kimi. Yazığın əri o qədər otururdu, başa salırdı. Deyinmə. Evə bunun zubatından gəlmirəm, sənin deyinməyindən gəlmirəm, dırdırından gəlmirəm, zırzırından gəlmirəm, davandan gəlmirəm, şabandan gəlirəm. Axırda bibimin başa düşdüyü. Hə, onsuz da qədrim qiymətim bilinmir ki. Sən də onu kimi. Mən deyirəm hətəm, sən deyirsən. Nə bilim. Söz tapıram. Hə. Deyirəm biz insanlara görə hamı, açıq danışaq da uşaqlar, geyinib niyə keçinirik? İnsanlara xoş görsənmək üçün, düzdür? Deyir gözümə nöş soxursan dırnağı. Bəs mən bu dırnağı hara soxum? Gözümə soxmalıyam ki, sən görməlisən də. Bəs mən buna pul vermişəm axı ömrüm. Bax da aşkım, bax da gözümə soxmalıyam da, hara soxmalıyam ömrüm? Bidi bu dırnaqları var. Salam. Nə? Yazılar yenə tez-tez gedir. Sırğaları süper. Bax görürsən sırğalar sənə görə taxmışam da aşkım. Mən bunu nöş taxıram. Canlını bağlayandan sonra bu andırı çıxardacağam. Niyə? Çünki 4 divara baxacağam. 4 divar mənim dırnağım. Neyinir sırğamı? 4 divar necədir sırğa? Keçəndə can gözəlliğimdir. Sənə görə taxıram da. Qaşqal da. Boyu yerə soxum. Salam. Siz necəsiz? Yaxşı. Yox, səhv deyirəm. Onu yazan var ha, dırnağımı gözümə soxma. O özü də millət üçün bəzənib çıxır. O demək deyil, insanlara özün belə sırmaq üçün. Yox, insan hamı bir-birinə qəşəng görsənmək üçün bəzənir də. Hamı bir-birinə xoş görsənsin deyə. Deyir, dırnağımı gözümə nöş soxursa, hara soxum məzləndirirsə? Ekranı çəkirib mən belə baxırsam, mən neyim ömrüm? Aralı tut da başına dönüm. Burnunun dəşiyinə kimi soxub ekrana baxır mənə.
Tövbə. Ərəldən bax mənə. Paxıldır. Bu cür dırnağa deyir nə gündədir. Bunun paltarı çıxıb da bilirsiniz bu nöqtənin. Çox qəşəngdir axı bu. Paltarları çıxıb da bunun. Bu il bu dəbdir də. İndi hamı gedib eləyəcək bax çox su quran haqqı. Mənə yazacaq. Nə gündədir? Niyə nə gündədir? Dırnaqdır da. Bəyənmirsə də bəyənmirəm, amma nə gündədir? Hər kəsin bir zövqü var da ömrüm. Sən də mənim xoşuma gəlməyə bilərsən. Hədə sənin də haran sulanır, halan sənin başına daş düşsün tezlikcə. Ərin əvvəl bilib TikToker olasan, onun üçün ay Allah, ağa bala, səni görüm düşəsən qara bala. Ağa bala, səni bu gün yat, səhər olasan qara bala, ağa bala. Ərin göydə səni nədir? Mən bunu 7 idi deyirəm. Ərim məni yox, mən ərimdən ayrılmışam. Əl çək, ağa bala. Axırıncı ağ günün olsun, ay ağa bala. Səhəri gün olasan qara bala, ya Rəbbim, ya Rəsulallah. Ağa bala, sənə görə mənə zorbalıq gəldi. Sənin vayva oturum ağa bala. Çox katı yazım. Ay, kısıtlama gəldi. Qızlar, nə olar canını paylaşın, kısıtlama getsin. Çox xahiş edirəm. Sən sifətimə. Salam, salam. Diş dil çıxardır mənə. Deyəcə dillər universiteti qutarımsan, ağa bala. Dəqiqədə şəklin çəkdə atdım. Boyu yerə sıxım. Salam, salam. Sıxım boyu yerə. Üzüyün qızıldıdır. Конечно, ay qız. 10.500 manat qiymətidir. Endirimlə 8.500-ə. Bu eləyərdi. Ay Allah. Nə. Aleyküm əssalam. Qızlar takip edin. Ay Allah, nə olar tıklayın da bu kısıtlama getsin. Yalvarım. Beni sev atın, tıklayın. Salam, aleyküm əssalam. Qəşəngsən, çox sağ olun. Aslında belə normal danışanda özümə normal gəlirəm ya, ay bacı. Çox sağ olun. Nə. Düz realda beləyəm, amma canlıda belə ola bilmərəm. Özümə normal gəlirəm ya. O qədər TikTokda belə eləmişəm. Sırğalara bax. Nə olub sırğalara aşkım? Sırğadır da ömrüm. Hələ trend yoldan qəşəng şeylər zakaz vermişəm. Gəlir. O da bir ay bundan qabaq zakaz vermiş. Hələ indi gəlir. Dika. Ailə aman. Klimaks keçirməmsən ki, çox əsəbi. Klimaks nədir? Allah sizi güldürsün. Az bu şeyi deyir, boyu yerə soxun. Mənim nə yaşım var, mən pis sənin sifətivə. Mənim elə gülüm açmayıb, mənim 33 yaşım var, mənim nə yaşım var, mənim taylarım heç yerə getməyib. Sən başına daş düşsün. Salam. Bu sözləri hardan tapırsan? Vallahi məsləhət ver də unudanmıram axı. Verim də resepti yaz. Deməli başını 3 dəfə vurursan divara səhər yuxudan duranda. Haftadan su içirsən 1 stəkan. İçdin. Tualetdə 1 saat otursan crossword yazır.